İyulun 21-də Bakıda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinə həsr olunmuş 2 kitabın təqdimat mərasimi keçirilib. Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinin yaydığı məlumata görə tədbir Beynəlxalq Əlillər Cəmiyyəti, Türk Dünyası, Turan Düşüncə Mərkəzi, az təminatlı əlil, şəhid və müharibə veteranları ailələrinə kömək, İctimai Birlikləri və Əlillər Dünyası qəzetinin birgə təşkilatçılığı ilə Azərbaycanda Atatürk Mərkəzində baş tutub. Təqdimatda təqaüddə olan Ədliyyə General-Mayoru Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinin idarə heyətinin üzvü Hüseyin Əlixanovun müəllifi olduğu 248 səhifəlik Xaosdan Zəkaya və 240 səhifəlik Qələbəyə aparan yol kitabları ictimaiyyətə təqdim edilib. Məlumata əsasən tədbirdə Respublikanın ziyalıları, dövlət qurumlarının, kütləvi informasiya vasitələrinin və ictimaiyyət nümayəndələri iştirak edib. Qeyd olunub ki, 2019-cu ildə nəşr olunan Xaosdan Zəkaya və 2023-cü ildə işıq üzü görən Qələbəyə aparan yol kitablarında Azərbaycan tarixinin mühüm mərhələləri, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, eləcə də müəllifin müxtəlif dövrlərdə şahidi olduğu ictimai-siyasi proseslər və tarixi hadisələr əks olunub. Kitab çox gözəl və müəllimin, cənab generalın Hüseyin Əlixanovun bu həyat fəaliyyətini, o dövrdə işlədiyi dövrlərini qələmə almış, keçdiyi keşməkeşli yollarını və o əzablı yolları həmin kitablarda Ulu Öndərlə bağlı qələmə almışdır. Bildirilir ki, nəşrlərdə toplanmış faktlar və sənədlər yaxın keçmişimizin daha dolğun öyrənilməsinə töhfə verir. Könül Kazımova, Elbrus İsmailov, Şəmistan Fikrəkli bugün informasiya proqramı üçün.